Əziz tədbir iştirakçıları, çox hörmətli şəhid ailələri, şəhid anaları, şəhid ataları, şəhid həyat yoldaşları, dəyərli ictimai xadimlər, məktəblilər, hər birinizi salamlayırıq. Allahdan rəhmət diləyirik bütün şəhidlərimizə. Məkanından, zamanından asılı olmayaraq torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün igidlərin ruhu şad olsun inşallah. Bugün Mingəçevirin 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə şücaət göstərmiş və igidliklə şəhidlik zirvəsinə ucalmış 8 şəhidinin xatirə bulağının açılışıdır. Şəhidimiz Elşən Mahmudov, şəhid Məhəmməd Həmidov, şəhid Əfqan Yusifov, şəhid Şəfi Abdullayev, şəhid Tofiq Şükürov, şəhid Seyfəddin Səmədov, şəhid Elman Rızayev və şəhid Fətəli Nuhov. Allah hər birinin ruhunu şad eləsin. Bütün torpaqlarımızın uğrunda canından keçən şəhidlərimizi qalxaq inşallah bir dəqiqəlik sükutla xatirəsini yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin inşallah. Allah ailələrinə, əzizlərinə səbirlər ehsan eləsin. Açılış üçün əvvəl sözü Mingəçevirin dəyərli ilahiyyatçısı Pünhan müəllimə vermək istəyirəm. İnşallah yaxınlaşın Pünhanla. Elə şəhidlərimizin ailə üzvlərini dəvət edirik. Bu 8 igid qəhrəmanımızın ailə üzvləri də inşallah yaxınlaşsınlar. Pünhan müəllim dua verəcək inşallah. Onlar da burada olsunlar. Gəlin, Nurət dayı gəlin, yaxınlaşın. Bismillahirrahmanirrahim. Açılışdan da gəlir, eyb yox. Allah'tan bütün şəhidlərimizə rəhmət edirik. Ailələrinə, yaxınlarına can sağlığı, uzun ömür, bərəkətli ömür nəsib eləsin inşallah. Arzu edirik ki, inşallah şəhidlərimiz bizdə şəfaətçi olsunlar.
və bu amaldan, bu məqsəddən yaşayırıq ki, şəhidlərin şəfaəti bizlərə nəsib olar inşallah. Allahdan sizlərə də səbirlər diləyirik. Dua edək inşallah. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ihya'i minhum vel emvat. Ervahil merhumin el mağfurin el ma'lumin. Bihakkı suretil mübareketil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustakim. Sıratallazîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah kabul etsin. Sözünüz varsa diyeyim, bir de asıl şey. Daha sonra içerimizi de seçelim. Bilmirəm nə tərəf başlayam. Amma mənim üçün çox çətindir. Xoş gəlmisiniz. Allah bütün şəhidlərinizə rəhmət eləsin. İşte deyə bilmirəm. Bütün gələn qonaqları salamlayıram. Yaxından uzaqdan gələn şəhid ailələri, rəhbərlər, Allah razı olsun. Allah can sağlığı versin sizlərə. 32 ildən sonra biz bu şəhidlərin adını ədəbləşdirmək üçün bu qulağı təşkil elədik. Allah təşkilatlara can sağlığı versin. Gələn qonaqlara da minnətdarım. Atış eləyək inşallah. Atış eləyək. Müqdət dayı, siz də yaxınlaşın. Qoyun bir kəlmə Müqdət dayıya söz verək. Ayaq üstə dayana bilmir. Oturub deyək. Allah Allah hamısına rəhmət eləsin. Allah Teala bizim yolumuzu açıq eləsin. Bir də müharibə görməyək. Zulümlə balay öt, axırına çıxma. Allah rəhmət eləsin hamısına. Danışamıram, ağlayamam. Əyləş istəyirsən. Açılış edin inşallah. Ali üzvləri, o 8 şəhidimizin ali üzvlərinə kimlər yaxınlaşmayıbsa, hamı yaxınlaşsın. İnşallah açılış edin. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban
Azerbaycan. Torpağına canım kurban, Azerbaycan. Can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ, Ya Allah. Kur'an bir qədər seyrəldək. Allah hər birinizdən razı olsun. Əfqan Yusuf'un qardaşı bəli, söz demək istəyirdi. Yaxınlaşın. Əziz və hörmətli qonaqlar, şəxsən öz adımdan hamınızı salamlayıram. Qarabağda Füzuli bölgəsində 1994-cü ildə aprel ayının 16-sında mənim qardaşım Yusuf Əfqan şəhid olub. Mən onun böyük qardaşıyam. Əfqandan sonra 2 dənə evladı qalıb. İndi Allah'ın şükürü ilə hərəsi bir ailə sahibidir. Əfqan orta məktəbi Bərdə rayonunun Samıq kəndinin orta məktəbində bitiribdir. Hər il kənddə onun adını anlayırlar. Çünki şəhidlər heç vaxt ölmür. Biz bəlkə də ölərik, yaddan çıxarıq, amma şəhidlər yaddan heç vaxt çıxmır. Mən bugünkü yığıncağa görə bütün öz ailəmiz adından hamınıza təşəkkür edirəm. Sağ olun. Allah hamısına rəhmət eləsin. Qazilərə də can sağlığı. Sağ olun. Şəhidimizin qardaşı da qeyd elədiyi kimi bugün iki şəhidimizin bu bulaq açılışı olan şəhidlərimizdən 2 nəfərin həm Əfqan Yusufovun, həmçinin Tofiq Şükürovun şəhadətinin il dönümüdür. Allahdan rəhmət diləyirik. Çıxış eləmək üçün sözü Mingəçevir İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Seymur müəllim Hidayətova veririk. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Sizlər belə fürsətdən istifadə edib, bildiyiniz kimi ayın 14-15-i qardaş Türkiyə Respublikasında Şanlıurfada və Kahramanmaraşda məktəbdə törədilmiş, belə deyək, terror aktı, qətlə yetirilmiş məktəblilər oldu, hamımızın yəqin ki məlumatı var. Allah onların hallərinə səbir dözüm versin, o günahsız körpələrə də Allah rəhmət etsin, məkanları cənnət olsun. Biz şəhər icra hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri işin təşkili sektoru olaraq ötən 5 il ərzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş müxtəlif tədbirlərdə iştirak edirik. Bu tədbirlər istər şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə, istərsə də təhsil müəssisələrində, istər hökumət və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunur və biz də bu tədbirlərdə yaxından iştirak edirik. Bugünkü tədbirimiz 1-ci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edərək şəhadətə yüksəlmiş 8 şəhid qardaşımızla bağlıdır. Biz 5 il ərzində demək olar ki, 30-dan artıq, 1-ci Qarabağ dövrünü demirəm, sonraki dövrdə 30-dan artıq şəhid bulağının açılışı olub, 30-dan artıq xatirə bulağının açılışı olub. Eyni zamanda şəhidlərimizlə bağlı müxtəlif kitablar çap olunub, onlarla bağlı sənədli filmlər çəkilib. Deyərdim ki, bu son 5 ildə bugünkü şəhid bulağı ən çox sayda şəhid xatirəsinə həsr olunan bulaqlardan biridir
Yəni 200 şəhidin adına bir bulaq olmuşdu, mən iştirak etmişdim. Ancaq 8 şəhidin adına birinci dəfədir iştirak edirik. Şəhidlərimiz hamımız bilir ki, Birinci Qarabağ müharibəsində könüllü olaraq torpaqlarımızın müdafiəsi olunmasında iştirak ediblər. Onların hər birinin müəyyən yaş həddi olub, ailəli olublar, evlatları olub həmin dövrdə. Onlar demək olar ki, bir Elşəndən başqa səhv etmirəmsə, hər biri Rus ordusunda xidmət etmiş bizim qəhrəman qardaşlarımız olub. Və müharibə başlayanda da heç nəyə baxmadan, geridə ailə, uşaq düşünmədən, əsas vətən sağ olsun deyib, o döyüşlərdə iştirak ediblər. Onların şəhadəti müxtəlif bölgələrdə olub. Tərtər, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, bu istiqamətlərdə onlar şəhid olublar. Onların bugün yəqin ki, nəvələri var. Təbii ki, bayaq biz orada Əliğa müəllimlə duranda təxmini oxşatdım bir xanımı, dedim, yəqin ki, Məhəmmədin bacısıdır, dedi, yox, qızıdır. Yəni, zaman keçib əlbəttə ki, 30 ildən artıq dövr keçibdir. Ancaq onlar həmişə insanların qəlbində yaşayır və təbii ki, bundan sonra da həmişə qəlbimizdə yaşayacaqdır. Mən bir şey qeyd etmək istəyirəm. Şəhidlərimizlə bağlı, şəhidlərimizin əziz xatirəsinə tikilən bu bulaqlar tək su mənbəyi kimi istifadə olunmamalıdır. Çünki bu bulaqlarda həm şəhidlərimizin pak ruhu, həm onların təmiz niyyətləri və eyni zamanda vətənə sədaqəti xatırlanır. Ruhları şad olsun hər birinin. Və bu bulağın tikilməsində həm maddi, həm mənəvi dəstəyi olan kimlər olubsa, Allah hər birindən razı olsun, ustasından razı olsun. Və eyni zamanda bu tədbiri təşkil edən bizim ilahiyyatçı qardaşlarımız, Günhan Cavid qardaşlar sağ olsun. Texniki heyətə də öz təşəkkürümüzü bildiririk İmran qardaşımıza. Diqqətinizə görə sağ olun. Allah razı olsun. Hər çıxış arası mən istəyirəm ki, şəhidlərimiz barəsində az da olsa onların həyatı barəsində Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış bu kitabda məlumatlar var, o məlumatlardan oxuyaq. Bu şəhidlər içərisində bir şəhidimiz 1992-ci il şəhididir, Elşən Mahmudov. Atası Müqdət dayı burada iştirak edir. Şəhid Elşən Müqdət oğlu Mahmudov 1974-cü il aprel ayının 18-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilini 16 nömrəli orta məktəbdə aldıqdan sonra 39 nömrəli texniki peşə məktəbində avtomobil çilingiri sənətinə yiyələnib. Yaşı az olsa da Elşən Müqdət oğlu Mahmudov düşmənə qarşı vuruşmaq, yurdumuzun ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə fədakarlıq göstərmək istəyi ilə müddətli həqiqi xidmətə yola düşüb. 1992-ci il iyun ayında Milli Ordu sıralarında Qarabağ bölgəsində və ətraf rayonlarda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Tarixə 1-ci Qarabağ müharibəsi kimi düşən müharibədə düşmənin hərbi cəhətdən üstünlüyü nə qədər çox olsa da əskərlərimiz Azərbaycanın cəsur övladları onlara layiqli cavablar veriblər. Ölümün gözünə dik baxıblar. 1992-ci il avqust ayının 15-də Ağdərə rayonunun uğrunda gedən döyüşlər zamanı Elşən Mahmudov şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi qəbri var. Qeyd edeyim ki, şəhidimiz subay idi. Anası Mələk Anada keçən il dünyasını dəyişdi. Allahdan rəhmət diləyirik. Hələ o ananın da il dönümü olmayıb. Allah inşallah balasına qonşu eləsin. Mən çıxış eləmək üçün sözü Mingəçevir Şəhid Ailələri Cəmiyyətinin sədri, şəhidimiz Elçin Həsənovun anası İranə xanım Həsənovaya vermək istəyirəm. Hörmətli tədbir iştirakçıları, o cümlədən gözəl analar, həyat yoldaşları. Mən onu qeyd edeyim ki, 94-cü ildən bugünkü günə kimi bu cəmiyyətin sədriyəm. O devir xaos devri idi, o devir özbaşınalıq idi, o devir demək olar ki, Azərbaycanın yiyəsi olmayan bir devir idi. Və bizim bu burada oturan gözəl gəlinlərimiz
Mən onlara bir ana kimi həmişə öz minnətdarlığımı bildirirəm. Öz balalarına yeyə durdular. O vaxtı bərk qeyd etdim ki, çox aclıq idi. Heç çörək də tapılmırdı. Amma bu gözəl gəlinlər bir qarnı aç, bir qarnı tox o gözəl balalarını böyütdülər. Onların ancaq fikri zikri o balalarını saxlamaq idi ki, balalar atasız olduğunu hiss eləməsinlər. Amma fərqi yox idi. İnanın ki, bir şəhid ailəsi var, indi adını da çəkməsəmirəm. Onun uşağı lap balaca idi. Öyle kim gelirdi ona ata deyirdi. Çünkü o uşaq atayı görmədi. Və biləsiniz ki, 322 şəhidin hardasa 7 nəfəri heç vəbşi ümumiyyətlə uşağı dünyaya gəlməmişdi. Bağışı məclisirəm ana bəndində idi. Onlar hamısı adını nişanə qoyan, yadigar qoyan gözəl gəlinlərimiz olurlar. Allah hükümətimizə də dəyməsin. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları gələndən sonra bütün şəhid ailələrinə məndillər verildi. Düz onda iş azıydı, amma əksəriyyətini işlə təmin elədi. Və bunları deməkdə məqsədim nədir ki, o həmin oğlanlar vətən harayına getdilər. Təmənnasız, fikirləşmədən ki, burada mən ölərəm, mənim uşağım nətər olar. Və ya hökumət mənə ev verər, yoxsa ev verməz. Onların bir əqidəsi var idi. Ancaq vətəni düşmən tapdağı altından qurtarmaq. Siz inanın ki, həmin uşaqlarımız, qəhrəmanlarımız 5 ilə kimi vuruşdular. Nəyinə vuruşdular? 3 nəfərin əlində bir avtomatı var idi. Elə bir çətinliklə. Amma onlar indi başın içi ola bilər yeri deyirlər. Bəzi ağzı göçəklər deyir, onlar torpağı verdilər. Xeyr, əziz insanlar, əziz gözəl analar, torpağı onlar vermədilər. Torpağı qara qüvvələr verdi. O albirçilər verdi. Onların ancaq fikrində özünü nətərlə Azərbaycanı parçalamışdılar. Könlünə xanlıq, bəylik keçənlər idi. Bax, o insanlar torpağı vermişdi. Bizim balalar verməmişdilər. Bəxt dediyim kimi, onlar burada oturan gəlinlər, burada ən çox gəlinləri görürəm, çox hədiyyə çəkiblər. Həddinin artıq hədiyyə çəkiblər. Yəni, mən bir ana kimi, bu yaşımda da o gəlinləri bağıma basıb öpürəm ki, onlar çox zulümlə o balalarını böyütdülər. Yəni, o olmayan, bəxt dedim, hər halda hamının yadındadır ki, o devirdə çörək də tapılmırdı. 160 qram hər bir insana çörək verilirdi. İnsan təsəvvür eləyin ki, o 160 qramla ən çox şəhidlərin ən aşağıda olan 2 uşağı, 3 uşağı qoyub getdilər. Bax, belə oğlanlar oldu. Ona baxmayaraq, çox şükürlər olsun ki, mən həmişə deyirəm, əziz analar, hər bir gecənin, qaranlıq gecənin bir aydın gün olur. Əziyyət çəkildi, balalar da böyüdü, hansı böyüdü? Allaha çox şükür ki, bizim balaların qanı yerdə qalmadı. Şəxsən mən bir ana kimi həmişə arzuluyordum ki, ay Allah, bu torpaqlar alınsın, gedim qulağımı torpağa qoyum, görün mənim balam can verəndə Allah'ımın çağırdı, yoxsa anasını çağırdı. Çox şükürlər olsun ki, 20-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sayəsində, bax bu 44 günlük qələbə çalmış oğlanlarımızın sayəsində, bu gözəl güclü ordumuzun sayəsində və xalqımızın birliyinin sayəsində həmin torpaqlar alındı və mənim kimi anaların əksəriyyəti o torpağı ziyarət elədilər. Yəni, mən çox danışıq vaxtında almaq istəmirəm. Mənim bir dənə sözüm odur ki, ilindən, günündən, vaxtından asılmayaraq, bütün şəhidlərimiz qəhrəmandır. Bütün şəhidlərimiz unudulmazdır. İllər keçsə də, sadəcə olaraq 1-ci yanvar şəhidlərini hetimən unutmaq olmaz. Onlar yol açıq çıxır, açanlar oldu. Sonra dalınca aprel şəhidləri və 44 günlük şəhidlərimiz, başqa prezidentimiz, ali başkomandanımız olmaqla torpaqlarımız alındı və bizim balaların qanı yerdə qalmadı. Allah indən belə prezidentimiz o qədər ucaların ucası eləsin ki, bir daha bizim torpağımıza, Azərbaycanımıza, necə deyirlər, qara günlər gəlməsin. Heç bir xalq, heç bir ana bala dağı görməsin. Bir daha hamınıza xoş günlər qismət edirəm. Yerdə qalan balalarımızı xoş günlərlə olsun və bütün şəhidlərimizə
18-ci ildən daha bugünə kimi olan bütün şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Onu da şəhidlərimiz cənnətlikdir. Onu da şəhidlərimiz ölmür. Bizlər ölürük, gedirik. Amma görürsünüz acı üç şəhidlər xiyabanımızda. Nə qədər devlət şəhidlər bizə qayğı göstərir. Atan o yoxdur. Amma hökumətimiz tərəfindən, icramız tərəfindən o qəbirləri üstü vaxtı-vaxtında təmizlənir. Vaxtı-vaxtında onların gülləri təmizlənir. Niyə? Bu hökumətimizin, devlətimizin bugün bizə olan diqqət və qayğısıdır. Nə qədər Allah devlətimizi var eləsin, Allah Azərbaycan xalqımızı var eləsin, o qədər də şəhidlərimiz yaşayacaqdır. Bax, bugün əksəriyyətimizin balalarımız yanımızdadır. Şəhid olanlardan söhbət gedir. Hamısı yanımızdadır. Bir daha Allah prezidentimizə və xalqımıza can sağlığı versin. Sağ olun. Allah sizə də can sağlığı versin. Digər bir şəhidimizin həyatına nəzər salaq. Şəhidimiz Elman Rızayev Qiyasoğlu 1965-ci il yanvar ayının 23-də Mingəçevir şəhərində anadan olub. 12 nömrəli orta məktəbi bitirdikdən sonra 1983-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1985-ci ildə Rusiyanın Sankt-Peterburg şəhərində, indiki Leningrad, hərbi xidmətini başa vurduqdan sonra Mingəçevir şəhərinə qayıdıb. Burada əmək fəaliyyətinə başlayıb. Qum Çınqıl karxanasında işləyib. Ötən əsrin sonlarında 90-cı illərin əvvəllərində Azərbaycan ərazi bütövlüyü təhlükə altında qalmışdı. Elman Qiyasoğlu Rızayev də Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi səfərbərliyə çağırılaraq 1993-cü il avqust ayının 21-də Qubadlı bölgəsinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib şücaətlər göstərib. Belə döyüşlərin birində Qubadlı rayonunun və onun kəndlərinin müdafiə olunması uğrunda gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək şəhid olub. 1993-cü il avqust ayının 27-sində Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Qeyd edeyim ki, şəhidimiz ailəli idi, qız övladı var. Allah ruhunu şad eləsin. İndi isə çıxış eləmək üçün sözü Mingəçevir Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri cəmiyyətinin sədri Əlağa müəllimə vermək istəyirik. Hörmətli toplantı iştirakçıları, mən də həm bir qonşu kimi, həm də təmsil elədiyim təşkilat adından hər birinizə dərin minnətdarlığımı bildirirəm ki, qiymətli vaxtınızı sərf edib bizim bu tədbirimizdə iştirak edirsiniz. Bir neçə ay bundan əvvəl şəhidimiz Məhəmməd Həmidovun qızı və Əfqan Yusifovun yoldaşı müraciət elədilər ki, biz belə bir təşəbbüsdən çıxış eləyək. Burada Bulaq Abidə kompleksi tikək. Mən çox şad oldum. Belə şad oldum ki, bizim binamız 72 mənzillidir, böyük bir sahədə yerləşir. Burada bir bulaq tikmək problem deyil. Amma o bulağın harda tikilməsindən söhbət gedirdi. Məsləhət bura oldu. Mən müraciət elədim. Mingəçevir Birliyi qrupu var Rusiyada, Xanlar Həsənovun rəhbərliyi ilə. Onların burada yeri nümayəndəsi var, Şəhriyar müəllim. Onlara müraciət elədim. Çox sağ olsunlar. Bizə maddi dəstək oldular. Bu işlə, yəni əməyi olan hər bir kəsə özlərin minnətdarlığımı bildirirəm. Qonşulara da üstüb demək istəyirəm ki, təsəvvür eləyin ki, bura Məkkədir, bu sular zəmzəm suyudur. Biz buranı təmiz saxlamalıyıq. Diqqətinizə görə sağ olun. Çox təşəkkür edirik. Digər bir şəhidimizin həyat hekayəsinə nəzər salaq. Şəhidimiz Məhəmməd Həmidov Məlikoğlu 1960-cı il yanvar ayının 15-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi qəsəbədəki təhsil ocağında bitirdikdən sonra savxozda traktorçuluq peşəsinə yerlənib, müddətli həqiqi hərbi xidmətə yola düşsə də 1980-ci ildə ailə vəziyyətinə görə əskəri xidmətdən geri çağırılıb. Bir müddət savxozda işləyib. Sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərinə gəlib, həyatını Nur şəhəri ilə bağlayıb. Burada traktorçu vəzifəsində çalışıb, vətənin dar günündə erməni terrorçular tərəfindən təcavüzə qalan Qarabağ bölgəsində
könüllü iştirak eləmək üçün şəhidimiz Məhəmməd Məlikov da 1993-cü ildə döyüşlərə yollanıb və dekabr ayının 9-da yurdumuzun ərazi bütövlüyünün pozulmasına yönələn müharibədə xüsusilə qəhrəmancasına şücaətlər göstərib. Ağdərə, Tərtər bölgəsində olub. 1994-cü il yanvar ayının 9-da aparılan döyüşlərin birində mina partlayışından şəhadət zirvəsinə ucalıb, Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Qeyd edeyim ki, şəhidimiz ailəli idi, 2 qız və 1 oğlu var. İndi isə çıxış eləmək üçün sözü Mingəçevir Dövlət Universitetinin baş müəllimi, daim şəhid ailələrinin xüsusilə tədbirlərində könüllü iştirak edən öz tələbələri ilə İlhamlı müəllimi İsmailovaya söz vermək istəyirəm. Teşekkür ederim. Bütün tədbir iştirakçılarına, başta dəyərli şəhid ailələrini salamlayıram. Mən şəhid ailələrinə minnətdarlıq bildirmək istəyirəm. Yəni 44 günlük müharibədən sonra şəhərimizdə şəhid ailələri xüsusi olaraq çox gözəl təşəbbüslərlə çıxış elədilər. O təşəbbüslərdən biri şəhid bulaqlarının açılışı, ikincisi evlərdə xatirə lövhələrinin açılışı, divarlara da xatirə lövhələrinin və evdə ev muzeylərinin açılışıdır. Mən bir pedaqoq olaraq, psixoloq olaraq deyirəm ki, sizin bugün gördüyünüz bu işlər cəmiyyətimizin, o gələcək gənclərin tərbiyəsində, şagirdlərin tərbiyəsində mühüm rol oynayır. Çünki bu günlərin biz ağır günlər yaşayırıq, tərbiyə məsələlərində çətinlik çəkirik. Sizin böyütdüyünüz evlatlarınız bizim tərbiyəmizdə əsas rol oynayırlar. Onların keçdiyi şərəfli həyat yolu bizim üçün böyük bir örnəkdir. Əlağa müəllim qeyd elədi, bu bulaqlar da adi bulaqlar deyil. Mən inanıram ki, buradan su içən hər bir uşağın o su ilə bərabər bədəninə bir vətənpərvərlik qonacaq, mənəvi keyfiyyətlər onda formalaşacaq. Bu bulaqla əlaqədar mən 2 adama xüsusi minnətdarlıq bildirmək istəyirəm. Bir Əfqan Yusufovun dəyərli xanımına, bir də şəhidimiz Məhəmmədin gözəl qızı Bahar xanıma. Çünki hər tədbirdə onlar bir həyəcanla yaxınlaşırdılar ki, biz də belə bir tədbir istəyirik, biz də belə bir təşəbbüslər sürmək istəyirik. Onların əziyyəti danılmazdır. Yəqin heç bir buradakı, yəni o şəhid ailələrinin heç bir narazı olmaz ki, onların əməyini xüsusi olaraq diqqətə çatdıraq. Çox sağ olun ki, belə təşəbbüslə çıxış elədiniz. Mən həm də qeyd etmək istəyirəm, Əfqan mənim yaxın qohumumdur. Yəni, mən Cavit müəllim sağ olsun, biz uzun müddət getmədiyim kəndimə Əfqan Yusufovun ziyarətinə getmək üçün getdim. Orada da getdik, onu ziyarət elədik. Allah bütün şəhid ailələrinə səbirlər əta eləsin. Hər birinizə Allah qorusun. Şəhidlərimiz qəhrəmandır, onlar heç vaxt nə unudulası deyil. Onlar Allah dərgahında da ən yüksək mərtəbədədirlər, billədədirlər. Ruhları şad olsun. Təşəkkür edirəm. Digər bir şəhidimizin həyatına nəzər salaq. Şəhidimiz Tofiq Şükürov Qədiroğlu 1959-cu il yanvar ayının 27-sində Mingəçevir şəhərində anadan olub. Şəhərimizin 11 sayılı orta məktəbində təhsilini başa vurduqdan sonra 2 il müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub doğma vətəninə qayıdıb Mingəçevir şəhərinə gələrək burada əmək fəaliyyətinə başlayıb. Yol maşınları və dəmir beton məmulatları zavodlarında işləyib. Azərbaycan torpaqlarını erməni separatçılarının işğal etdiyi bir vaxtda minlərlə gənc kimi Tofiq Qədiroğlu da düşmənə qarşı döyüşmək arzusunda idi. 1993-cü il mart ayının 16-sında Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi milli ordu sıralarına çağırılıb Şuşa, Xocalı, Füzuli, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il aprel ayının 16-sında Ağdam rayonunun Güllücə kəndində gedən döyüşlər zamanı itkin düşüb. Mingəçevir Şəhidlər Xiyabanında itkinlər sırasında Tofiq Qədiroğlu Şükürovun da mərmər üzərində şəkli həkk olunub. Son zamanlar həqiqətən sevindirici hallardır ki, itkinlərimiz də tapılır və dua edirik inşallah bu şəhidimiz və digər itkinlərimiz də tapılsın. Qeyd edim ki, şəhidimiz ailəli idi, 3 övladı var.
İndi isə bizim Bərdə rayonundan qonaqlarımız var, şəhid anaları gəlib, həmçinin müəllimə buradadır. İnşallah yaxınlaşın. Şəhidimiz Elməddin anası buradadır, Xudayarın anası buradadır. Digər kimsə varsa Bərdə rayonundan. Müəllimənin adı nə idi? Aynur xanım buradadır. Çok sağ olun. Hani ben Bərdədən evin yeganə evladı Hüseynzadə Elməddin anasıyam. Bu günlərim bizim şəhidlərimizin adına açılan bulağın Allah bulaqlarını axarlı baxarlı eləsin. İhsan suyu daimi gəlsin. Ailələrinə səbir versin. Evlatlarının, şəhidlərimizin evlatları var. Allah onları qorusun. Ve deyək, Allah tədbir təşkil edənlərinə hər birinə can sağlığı versin. Hər birinizi xoş gördük. Mən də şəhid Sədaqdarının Nasiradı xanım. Bu bulağın açılışını iştirak eləməyimiz özümüzə bir borc bildik. Allah qardaşlarımızın ruhunu şad eləsin. Bütün şəhid balalarımızın ruhunu şad eləsin. Əvvəl qardaşlarımız, sonra övladlarımız bu yolda şəhid oldular. Allah ruhlarını şad eləsin. Azərbaycanın həmişə üstündə Azərbaycan bayrağı sərbəst, zəfərlə dalğalansın. Bir daha müharibə olmasın. Bu şəhid qardaşlarımızın qalan analarına səbir dözüm versin, ailələrinə dözüm versin, övladlarını yurdunda yurtçı eləsin. Bu təşəbbüsü göstərənlərə də çox sağ ol deyirəm. Allah, Bayaq xanım dedi, biz fərq qoymuruq. Bizim övladlarımız 1-ci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızdan görürdü bu tərbiyəni. Torpaq uğrunda can verməyi, qan verməyi. Arzu bacı bayaq dedi, Elməddin evin bir dənəsidir. Arzu bacının 3 qardaşı müharibədə iştirak edibdi. Xudayarın əmsi müharibədə iştirak edib, 2-ci Qarabağ müharibəsinin əllidir. Yəni bu 44 günlük müharibədə də gedən, şəhid olan oğlanlarımızın atası var, qazidir, əlildilər, yəni Qarabağ qazisidirlər, 1-ci qrup, 2-ci qrup olanlar var, övladları da şəhiddir. Allah qazilərimizə can sağlığı versin, torpaqları qoruyan övladlarımızı qorusun. Bir şeyə baxanda sevindik ki, əvvəllər bu qardaşlarımızın şəklini biz heç yanda görməmişik. Amma bu zəfər müharibəmizin zəfər çalandan sonra dövlətimiz, millətimiz yəni bir dəmir yumruğun altında bu qardaşlarımızın şəkillərini görürük və onlarla da fəxr edirik. Allah ruhlarını şad eləsin. Çox sağ olun. Ağırdır həqiqətən bugün bizim üçün danışmaq. Mən də ilk növbədə bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allahdan qazilərimizə şəfa diləyirik və Allah ordumuzu qorusun deyirik. Şərlə xanım, sizin boya başa çatdığınız Samux kəndinin, Bərdənin Samux kəndinin bağça müdürəsiyəm mən. İlk dəfə mən ora təyinatla gedəndə Şərlə xanımla bizim bir görüşümüz oldu. O 92-ci ilin Samux kəndinin şəhidlərinin şəklini çıxardıb bağçaya gətirdi ki, müəllimə, olarmı bunu bizim bağçada olsun, bir güşə kimi işlə vurulsun. Onunla bərabər bizim bütün şəhidlərimizin şəkili var orada. Yəni gələn uşaqlarımız da hər biri vətənpərvər ruhda böyüyürlər. Bu bizim bir insanlıq borcumuzdur və vəzifə borcumuzdur. Allah bütün şəhid ailələrinə səbir versin. Mənlə gələn Radə ana, Arzu ana, sizin simanızda bütün şəhid anaların əllərindən öpürəm. Bizim üçün dəyərli olan analardır, bizim fərqi yoxdur. Bütöv Azərbaycanın hansı bölgəsində olur olsun, şəhid hər birimizin şəhididir. Şəhidin təzəsi köhnəsi olmaz. Vətən üçün bir damla belə qanını verən oğulların ruhu qarşısında bir daha baş əyirik. Bugün bizlə gələndə Şərlə xanımın bacısı da gəldi. Mən onu bilirdim, o bir daha işlətdi o sözü ki, yoldaşı şəhid olan günü Şərlə xanımın ad günü olubdu. Doğrudan da çox ağır bir dərddir ki, 30 ildən çoxdur, sən ad gününü yoldaşının məzar üstündə keçirdəsən. Sizin kimi qeyrətli, sizin kimi namuslu xanımların qarşısında bizlər baş əyirik Şərlə xanım. Doğrudan da siz şəhidimizin adına ləyaq 2 igid böyütmüsünüz. Fərqi yoxdur. Bir qız, bir oğlunuz var.
aslan parçası kimi oğul, qız böyütmüsünüz. Sizin kimi, sizin simanızda bütün şəhid xanımlarla, sizin kimi qeyrətli xanımların qarşısında baş əyirik. Var olun, nə qədər ki, mən öz adımdan deyirəm, bizlər sizləri heç vaxt unutmayacaq, daimi yanınızdayıq, fərqi yoxdur. Hansı bir bölgədən olur olsun, hansı bir şəhid anası, şəhid ailəsi bizi dəvət edirsə, biz canla başdan orada iştirak eləməyə özümüzə bir insan olaraq borc bilirik. Bir daha hər kəsə tədbiri təşkil edənlərə təşəkkür edirəm, var olasınız. Çox gözəl vurğuladı ki, doğrudan da şəhid bulağından axan sular zəmzəm suyu qədərdir. Bizim Bərdənin giriş hissəsində Arzu Anada şəhid Elmətimizin adına bir gözəl abidə ucaldıqdır. Bütün şəhidləri cəm edib orada. Həqiqətən biz oranı zəmzəm suyu qədər müqəddəs bilirik. Bütün şəhid ocaqları bizim üçün ziyarətgah bir yerdir. Bir daha hər kəsi təşəkkür edirəm. Şəhid anaları, sizlərin bir daha qarşısında baş əyirəm. Çox sağ olun Şəhla xanım, bizi də dəvət etdiyiniz üçün. Allah razı olsun sizə. Dəvətimi qəbul etdiniz, gəlinizə görə çox minnətdaram sizə. Şəhid anaları, qarşınıza baş əyirəm. Biz sizə borcluyuq. Sağ olun. Bizə sizin kimi xanımlarınıza təşəkkür Şəhidimiz Xudayarın anası bura gəlmişkən elə mən çıxışın sözü. Mingəçevir Dövlət Universitetinin tələbəsi var burada, Fərhad Həşimov. Dünən elə mən İradanəyə o videonu atmışdım. Elə dedim gəlsin bu tədbirdə də canlı ifa eləsin. Xudayar təsnifini oxuyacaq. Fərhad inşallah yaxınlaş. Ya Allah, hər birini salamlayıram. Mən də öz növbəmdə bütün şəhidlərin, qazilərin, onların valideynlərinin, ata-analarının qarşısında baş əyirəm və onlara Allahdan rəhmət diləyirəm. Həqiqətən də mənim üçün çox məsuliyyətli bir çıxış olacaq. Çünki burada nə qədər şəhid anaları, şəhid ataları əyləşibdir. Mən belə deyim ki, sizlər bir oğul itirmisiniz. Bəlkə də bir neçə oğul itirmisiniz. Amma görün, Azərbaycanımızda nə qədər sizi öz ana atası qədər özünə yaxın sayan nə qədər oğullar var. Həqiqətən də mən bu məclisdə çıxış elədiyim üçün əvvəla Cavid müəllimə və bu tədbirin təşkilatçılarına özlərim minnətdarlığımı bildirirəm. Bir daha sizlər qarşısında baş əyirəm. Biz sizin övladlarınıza borcluyuq. Çox sağ olun. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda aslanadır. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda aslanadır. Deyirlər bülbülə çəmək yaxşıdır, insan üçün lalə zərbətə yaxşıdır. Şair sorma nədə vətə yaxşıdır, adı gəl tək olur dastanadır. Şair sorma nədə vətə yaxşıdır, adı gəl tək olur dastanadır.
hoş mənzərə Şövkümü artıq şeylə qəzələ Çatdıqca vətənimin nəzərə Təbiyyətlə mənə heyran görür Çatdıqca vətənimin nəzərə Təbiyyətlə mənə heyran görür Həzər dənizi təkişkində coşur Dünyalar içində sanki bir quşdur Həzər dənizi təkişkində coşur Dünyalar içində sanki bir quşdur Vətən arzusundan əvvəl xoşdur Diləndə könlüm aslanadır Vətən arzusundan əvvəl xoşdur Adı gəncə könlüm aslanadır Xudaya qardaşım qəhrəman oldu Adında özündə astanadır Xudaya qardaşım qəhrəman oldu Adında özündə Bu tək Xudayar təsnifi deyil, bu bütün şəhidlərimizin təsnifidir. Vətən üçün istəyir 1-ci Qarabağ, istəyir 2-ci Qarabağ müharibəsində vətəni canından sevən oğlanların təsnifidir. Çox sağ olun, təşəkkür edirəm. Uğurlarım bol olsun. Allah razı olsun səndən də. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. İnşallah digər bir şəhidimizin həyatına şad edin. Şəhidimiz Əfqan Yusifov 1962-ci il Bərdə rayonunun Samux kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində təhsil alıb, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. Yevlax rayonunda yunun tədarükü və emalı zavodunda işləyib. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra kolxozda fəaliyyətini davam elətdirib. 1988-ci ildən həyatını Mingəçevir şəhəri ilə bağlayıb, toxuculuq kombinatında işləyib. Həmin illərdə Azərbaycanın müstəqillik əldə elədiyi dövrdə mənfur düşmən erməniləri bunu narahat edirdi. Vəziyyətin gərginliyi səbəbindən 1994-cü il mart ayının 13-də Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi Əfqan Yusifov da milli ordu sıralarına çağırılır və vətəni müdafiə eləməyə yollanır. Seyfəlidə təlimlər keçdikdən sonra Füzuli rayonuna göndərilir və ön cəbhədə döyüşlərdə şücaətlər göstərir. Aprel ayının 4-də düşmən tərəfindən atılan mərmi yarasından şəhid olur. Doğma kəndlərində Bərdə rayonu Samux kəndində aprel ayının 16-sında dəfn edilir. Mingəçevir Şəhidlər Xiyabanında şəhidimizin mərmər üzərində şəkli həkk olunub. Qeyd edeyim ki, şəhidimiz ailəli idi, 2 övladı var. Bərdə rayonundan digər 2 qonağımız var, Qurxan müəllim və Mehman müəllim. İnşallah yaxınlaşsınlar, onlara da bir neçə kəlmə söz verək. Çok sağ olun, dikkatiniz için. Biz de bütün terbiye iştirakçılarını salamlayırıq. Şəhid ailələrimizin minnətdarlığımızı bildiririk. Biz nə qədər şəhidlərimizdən danışsaq da, nə qədər nə iş görsək də onların haqqını ödeyə bilməliyik, nə onların göstərdiyi süzəti izah edə bilməliyik. Baxmayaraq ki, xidmətimiz nə olur olsun, biz onların əvəzini verə bilməliyik. Şəhid adına yüksələn hər bir igidimizin bir amalı olur, bir məqsədi olur.
dövlətimizin ərazi bütövlüyünü qorumaq, işğalda olan torpaqlarımızı azad eləmək, millətimizin milli qeyrətini qorumaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bütün müharibədə iştirak edən hər bir igidimizə biz borçluyuq, onların ailələrinə borçluyuq, fərqi yoxdur. Biz onları zamana bölə bilmərik. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ, hər biri bizim şəhidimizdir, hər birinin ailəsində, hər birinin övladına biz diqqət qayğı göstərməyi ilk növbədə bir vətəndaş olaraq və bir dövlət məmuru olaraq bizim borcumuz. Allah hər birinə rəhmət eləsin. Bu işi təşkil edənlərin hər birinin öz minnətdarımızı bildiririk. İstər şəhid ailələri, istər burada olan digər dövlət qurumları. Mən Bərdə Samur kəndi icra nümayəndəsi Abdullayev Tufan Muradoğlu, Əfqan qardaşımız Samur kəndində böyüyüb, doğulub, boya başa çatıb. Mən ilk növbədə Bərdə icra hakimiyyətinin başçısı adından və Samur kənd sakinlərinin adından bu tədbiri təşkil edən hər bir şəxsə minnətdarlıq bildirirəm və şəhid ailələrinin hər birinə öz minnətdarlığımızı bildirir, qarşılarına baş əyirik. Çox sağ olun, minnətdarlıq. Bütün qonaqlarımızı salamlayıram. Şəhid Əfqan Yusufovun təhsil aldığı məktəbin, Samur kənd tam orta məktəbin direktoru Muradov Mehman Nemətoğlu. Mən burada Samur kənd tam orta məktəbinin bütün müəllim kollektivini təmsil edirəm. Hamısının adından bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Bunların valideynlərinə başsağlığı arzulayıram. Əlbəttə ki, bu danışmaq həyəcanlıdır, amma mən bir kəlmə istəyirəm söz deyəm. Bizim kəndin 4 şəhidi var. Biz birinci vətəndaş olaraq, məktəb direktoru, rəhbər olaraq onların hər birinin ad gününü, doğum gününü, onların anım gününü məktəbdə tədbir vasitəsilə bütün şagirdlərimizə, bütün kənd sakinlərinə çatdırırıq. Onları yad edirik və şagirdlərimizə onların qəhrəmanlığından danışırıq və onlara da bu şəhidlər kimi cəsur olmalarını arzulayırıq. Bir daha məni bura dəvət elədiyi üçün Şahidə xanıma təşəkkür edirəm. Bu bulağın açılışında əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah köməyiniz olsun, Allah razı olsun. Digər bir şəhidimizin həyatına nəzər salaq. Şəhidimiz Şəfi Abdullayev İmadəddin oğlu 1966-cı il Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Şəhidimiz orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Mingəçevir şəhərinə gəlib, burada 39 saylı texniki peşə məktəbində təhsil alıb, peşə sənət sahibi olub, əmək fəaliyyətinə başlayıb. 11 nömrəli ev tikmə kombinatında işləyib. Həmin dövrdə 90-cı illərdə artıq erməni təxribatçıları yurdumuzun Qarabağ bölgəsində və ona bitişik olan rayon və kəndləri torpaqlarımızın 20%-ni işğal etmişdi və təəssüflər ki, məkirli düşmən işğalçılıq əməliyyatlarını genişləndirmək niyyətində idi. Vətən övladlarını müdafiə səsləyirdi. 1993-cü il noyabr ayının 29-da Şəfi Abdullayevdə Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi milli ordu sıralarına çağırılıb. O, Ağdərə rayonunun uğrunda gedən döyüşlər zamanı iştirak edib və şücaətlər göstərib. 1994-cü il yanvar ayının 4-də Çaylı yüksəkliyi uğrunda gedən, yəni Çeyil yüksəkliyi uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birgə itkin düşüb Mingəçevir Şəhidlər Xiyabanında itkinlərin sırasında şəhidimiz Şəfi Abdullayevin də mərmər üzərində şəkli həkk olunub. İnşallah dua edirik ki, Allahdan o da tapılsın. Ailəli idi, 2 oğlu var. Mən istəyirəm ki, burada dəyərli şəhid anaları, ailələr iştirak edir. Elə mən özüm bir-bir yaxınlaşım. Kimisə ürək sözü varsa, kimisə hansısa bir ürəyindən keçən söz varsa,
desinlər. Qeyd edeyim ki, bizim şəhərimizdə şəhidlərə fərq qoyulmur. Zamanından, məkanından asılı olmayaraq bütün şəhidlər qiymətli tutulur və mən inşallah bir-bir şəhid ailələrinə, şəhid yaxınlarına yaxınlaşırım. Şəhidinizin adını da təqdim edin. Evdə rayonun Mollaysənin kəndində anadan olmuş şəhid Dadaşov Aydın Həsənovun həyat yoldaşı Dadaşova icazə. Allah cəm şəhidlərimizə rəhmət eləsin və itkinlərimizin hamısının tapılmasını arzu edirəm Allah'tan. Həmdi yoldaş. İnşallah tapılar. Şəhidimiz Aydın da inşallah tapılar. Şəhidimiz Məhəmmədin bugün bulağın açılışıdır, amma ana narahat olduğu üçün yaxınlaşa bilmədi. Bir neçə kəlmə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah'tan arzum budur ki, nə qədər şəhid ailələri var, Allah onlara hətasız, balasız, sağlam can sağlığı versin ki, balaların yerbəyə də eləyə bilsinlər. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Çox Ben de Təbrizcimə Zadənin anasıyam. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin və bu bulağı tikib ərsəyə gətirən hər kəsə təşəkkür edirəm. Və insanlardan da xahişim budur ki, heç vaxt yaddan çıxartmasınlar ki, bu şəhidlərin hesabına hamımız içində mən şəhid anası olmaq şərti ilə onların səmərətlə yaşayırıq bu dünyada və hər zaman onları yad eləyin, heç vaxt yaddan çıxartmayın və bulaqları təmiz saxlayın, hər zaman qoruyun. Çox sağ olun. Mahmud Bəhruzun yoldaşıyam. Allah rəhmət eləsin, Allah hamısına can sağlığı versin ailələrinə. Mövsümün Vasif'in yoldaşıyam. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərə sağlıqlı ömür arzulayıram. Sizlərə də çox sağ ol deyirəm ki, belə tədbirləri, şəhid ailələrini yığıb hamısını təşkilatçılıq edirsiniz. Sağ olun. Sizə öz minnətdarlığımızı bildirirəm. Bütün şəhid ailələri adından. Sağ olun. Yaxından mikrofon tutun. Şəlalənin yaxınıyam mən. Onun yoldaşı şəhidinə, ona görə gəlmişəm. Bütün şəhidlərə rəhmət edirəm, qazilərə can sağlığı diləyirəm. Allah onun ailələrinə can sağlığı versin. Oruc Rövşənoğlu'nun anasıyam. Allah bütün şəhidlərə rəhmət, qazilərə də can sağlığı versin. Hər birinizi salamlayıram. Bir daha bütün şəhidlərimizin hər birinə, bəli, zaman, yəni hansı zaman olur olsun şəhiddir, istər birinci, istər ikinci Qarabağ, istər antiterror. Mən də birinci Qarabağ şəhidi Mustafayev Şaiq Nicatoğlu'nun M2 batalyonunun komandiri, Şaiqin həyat yoldaşıyam və bütün şəhidlərin hər birinə cəmiyyən ruhları şad olsun, nur içində yatsınlar, əzizlərinə səbir, can sağlığı diləyirəm. Allah vətənimizi, prezidentimizi, ordumuzu qorusun. Teşekkür ederim. Arkada şehit ailelerinden var. Vəkilin yoldaşı buradadır. Kim? Yəni hamınız dəyərlisiniz. Fevralın 19-unda nəşrə gələn Kərimov şairin anasıyam. 33 il itkin yolu gözlədim. 3 ildə dərman altda saxladılar, onu gözlədim. Allah dövlətimizi var eləsin. Allah bütün şəhid analarına arzulayıram ki, hamının yeri yurdu bilinsin. Sağdır sağ bilinsin, yoxdur yox bilinsin. Mən də 33 ildən sonra axır ki, oğlumun nəşri fevralın 19-unda gəldi. Bu da şəhidlərdə dəfn elədik. Allah dövlətimizdən razı olsun ki, neçə ilsə tapıb təhvil verir. Sağ olun. Digər şəhid ailələrindən, valideynlərindən kim istəyir? Yaxınlaşım. Şəhid atalarına yaxınlaşıram.
Allah şəhidlərimizdən olmuş eləsin. Yerlər rahat olsun. Şəhid qardaşlarından və Vaqifin qardaşı burada bildirsin kəlmə. Kimsə birdən nəzərimdən çıxar, bağışlayasınız yəni. Allah şəhidlərimizə rəhmət eləsin. Ya Allah. Mən qeyd eləmişdim ki, şəhidimiz Elman Rızayev 12 saylı məktəbin belə deyək, məzunu olub. Burada 12 nömrəli məktəbin direktoru Arifə müəllimə və müəllimlər iştirak edirlər. Mən əvvəlcə Arifə müəlliməyə söz vermək istəyirəm. Sonra inşallah şagirdlər də yaxınlaşsınlar. Onlar da belə deyək, gələcəyimizdir. Allah onları qorusun. İnşallah bir daha müharibə olmasın. Allah gənclərimizi, gəncliyimizi hifz eləsin. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, hər birinizi salamlayıram. Mingəçevir şəhər Şəhid Vaqif Ağakişiyev adına 12 nömrəli tam orta məktəbi adından bugünkü tədbirdə iştirak etdiyimiz üçün kollektiv adından qeyd edim ki, fəxr edirik. Bu bizim üçün qürur vericidir ki, belə vətənpərvər ruhlu bir tədbirdə iştirak edirik. Və qeyd edildiyi kimi, Şəhid Elman Rızayev məktəbimizin şagirdi olub, məktəbimizin məzunu olub və Məhəmməd Həmidovun isə bugün məktəbimizdə 2 nəvəsi təhsil alır və məktəbimizin fəxri olan şagirdlərdəndir. Gülay qızımız tərbiyəsi ilə, təhsili ilə öndə olan şagirdlərimizdəndir və qeyd etmək istərdim ki, dünən 15 aprel tarixində vətənpərvər ruhda Şahin hərbi idman yarışları keçirilmişdir və şəhər məktəbləri içərisində 12 nömrəli məktəbin komandası, hərbi rəhbərimiz, Qarabağ müharibəsi iştirakçısı Namiq İbrahimlinin rəhbərliyi ilə Ayxan balamızın da iştirakı ilə şəhər birinciliyinə çıxmışdır. Şagirdlərimizi və məktəbimizi təbrik edirəm və mən bunu ilk olaraq burada açıqlayıram. Hələ məktəb olaraq bizə məlumat yeni verilib və bu bizim şagirdlərin vətənpərvər ruhda keçirilən bir tədbirdə belə fəxrlə, qürurla yer tutması, şəhərimizi təmsil etməsi bizim üçün də qürur vericidir. Hörmətli şəhid ailələri və biz bir məktəb olaraq daim çalışırıq ki, şəhidlərimizin adını yaşadaq, şəhidlərimizi daim şagirdlərimizə tanıdaq. İstər bir məktəb rəhbərliyi olaraq, istər bir pedaqoq olaraq, istər bir vətəndaş olaraq bu bizim borcumuzdur. Və biz aprel ayındayıq. Aprel ayı bizim üçün 2016-cı ildə aprel döyüşləri ilə yadda qalan bir aydır. Və bugünkü zəfərimizin başlanğıcı məhz aprel döyüşlərindən qoyuldu. Və şükürlər olsun ki, 30 ildən sonra axan göz yaşlarınız vətən müharibəsi qələbəsi ilə belə deyək ki, silindi. Başda Ali Baş Komandanımız olmaqla Azərbaycan əskəri var olsun, Azərbaycan əskərləri sağ olsun. Bugün aydın səmada, bugün bu rahatçılıqda varıqsa, şəhidlərimizə borçluyuq, qazilərimizə borçluyuq. Allahdan bütün şəhidlərimizə rəhmət, bizim canlı şahidlərimiz olan qazilərimizə isə can sağlığı arzu edirəm. Təşəkkür edirəm. Sağ ol, gəldinizə görə. Şagirdləri dəvət eləyək. 12 nömrə Ülviyə müəllimə yaxınlaşın, şagirdləri də gətirin. Tanrının şəhidlik qismətidir bu. Canımla, qanımla qorudum yurdumu. Bu ana vətənə bir can borcluydum. Vətən savaşında verdim bu borcu. Düşmən torpağına çevrilən anda bizi harayına səsləyib torpaq. Həsrət alovuyla qovrulub yanan çayır çəməni içsin qanımda. Güllənin yarası ağrıtmır məni. Bu vaxtsız ölümlə incitmir məni.
Qəlbimdə qalıbdır bir kədər hissi, yolumu gözləyən nigar həsrəti. Yurda qurban verdin ilk məhəbbəti, bir də bu qəm ömrüm, vətən sağ olsun. Analar, bacılar, ağlamayın siz. Tək namus, qeyrət, millət saf qalsın. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Kim kiməli dönüb vətən torpağına qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına.
Cismim köçüb bu həyatdan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm, şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam, heç zaman unudulmuram, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm, Qarabağın dağlarında çiçək olub atıram mən. Mən şəhidəm, ölməmişəm, günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm, şəhidliyə ucalmışam, yerim cənnət. Nə olsun ki, cismim köçüb bu dünyadan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət, necə ki xalq şəhidinə qoyur hörmət. Demək unudulmamışam, mən hər zaman yaşayacağam.
Digər bir şəhidimizin həyat yoluna nəzər salaq inşallah. Şəhidimiz Fətəli Nuhov Fidayıloğlu 1966-cı il avqust ayının 21-də Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub, orta təhsilini kənd məktəbində başa vurduqdan sonra həyatını Mingəçevir şəhəri ilə bağlayıb. Buradakı 39 saylı texniki peşə məktəbində oxuyaraq qaynaqçı peşəsinə yiyələnib. 2 il həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub doğma vətənə Azərbaycana qayıdan Fətəli yenidən Mingəçevir şəhərində əmək fəaliyyətinə başlayıb. 1993-cü il noyabr ayının 29-da Fətəli Fidayıloğlu Nuhov Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi milli ordu sıralarına çağırılıb, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 4-də Çeyil yüksəkliyi uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə itkin düşüb, Mingəçevir Şəhidlər Xiyabanında itkinlərin sırasında Fətəli Fidayıloğlu Nuhovun da mərmər üzərində şəkli var. Şəhidimiz ailəli idi, 2 övladı var. İnşallah bu şəhidimiz də digər itkinlərimiz kimi tapılar. Mən burada 1-ci Qarabağ döyüşçüləri var. Dedilər döyüşçülərə söz verək. Döyüşçülərimiz inşallah yaxınlaşsınlar. Məhəmməd əmi yaxınlaşın inşallah. Döyüşçülərimiz inşallah. Yaxınlaşın, gəlin. Bir neçə kəlmə. Möhəbbət əmi yaxınlaşın inşallah. Gəlin, bir neçə kəlmə söz. Aygün xala gəlin, hə, gəlin. Bütün tədbir iştirakçılarına düşünürəm. Buraya gəldikləri üçün, belə bir gündə onlara ürəkdəyək verdikləri üçün təşəkkür edirəm. Onlar ölmür, heç vaxt ölməyirlər. Nə qədər ki biz yaşayırıq, onlar həmişə yaşayacaqlar. Allah səbir versin. Bütün şəhid analarına. Səbir edirəm. Birinci Qarabağ, ikinci Qarabağ şəhiddir. Ürəyimizdə yerləri var. Mən Əfqanla bir yerdə döyüşmüşəm. Allah rəhmət eləsin. Torpağı normal olsun. Ancaq mən indi bilirəm ki, Allah rəhmət eləsin. Əziz tədbir iştirakçıları, çox sağ olun ki, bizim şəhidlərimizi yad edirsiniz. 1-ci Qarabağ müharibəsində mən döyüşçü kimi iştirak eləmişəm. 2-cidə isə yardım etap aparırdım 708-ə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 1-cidəki qardaşlarımdır, bunlar mənim qardaşlarımdır. 2-ci Qarabağ müharibəsində çoxların valideynlərinlə, qohumlarla döyüşmüşdüm, tanıyırdım. Mənim üçün çox çətindir. 1-ci Qarabağ müharibəsində qardaşlarımdır, 2-ci Qarabağ müharibəsində balalarımdır. Mən bir çox rayonlara gedirəm. İradə ana bilir, onlarda da olmuşam. Bunlar, nətər deyim, unudulmur. Onlar qanlarınla möhür vurdular Qarabağa ki, Qarabağ Azərbaycan torpağıdır. Allah səbrimizi versin. Allah o dünyasını versin. Qazilərimizə də can sağlığı. Cavid müəllimlə də Pünhan müəllimlə çox razıyam. Ona görə ki, bir məzarın başında proyekt, bir Mingəçevir şəhərindədir. Bir çox rayonlarda oluram, bu mənim borcumdur. Şəhid analara, qazilərə nə eləsək biz bir misqalını ödəyə bilmərik. Allah sizdən razı olsun. Çox sağ olun. Allah köməyiniz olsun inşallah. Sonuncu şəhid barəsində məlumat vermək istəyirəm. Şəhidimiz Seyfəddin Təhmirazoğlu Səmədov 1966-cı il aprel ayının 13-də
Yevlax rayonunun Şilyan kəndində anadan olub, doğma kəndlərindəki orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasında həqiqi hərbi xidmətdə olub, hərbi xidmətini başa vurduqdan sonra doğma vətəni Azərbaycana qayıdıb, həyatını Mingəçevir şəhərinə bağlayıb. Burada əmək fəaliyyətinə başlayıb, toxuculuq kombinatında işləyib. 1993-cü il aprel ayının 17-sində Azərbaycan ordusunun ehtiyatda olan əskəri kimi torpaqlarımızı erməni faşistlərinin təxribatlarından qorumaq üçün milli ordu sıralarına çağırdıq. 1-ci Qarabağ müharibəsi dövründə Ağdərə, Kəlbəcər bölgələri istiqamətində gedən döyüşlərdə iştirak edib, fədakarlıqlar göstərib. 1994-cü il yanvar ayının 4-də Çeyir yüksəkliyi uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birgə itkin düşüb. Mingəçevir Şəhidlər Xiyabanında itkinlərin sırasında Seyfəddin Təhmirazoğlu Səmədoğlu'nda mərmər üzərində şəkli həkk olunub. Şəhidimiz qeyd edeyim ki, ailəli idi, 2 övladı var və dua edirik Allah'tan bu şəhidimizlə, digər itkinlərimizlə bərabər inşallah tapılsınlar. Qeyd elədilər ki, xəstəxanada şöbə müdürü Gülbəniz xanım burada iştirak edir, Bahar xanımın müdürüdür. Ona bir neçə kəlmə söz verək. Ruhları şad olsun, yedik qalanlara can sağlığı arzulayıram. Biz fəxr edirik ki, elə oğullarımız var, onların anaları, ataları, yəni onların qabağında baş əyirəm. Sağ olsunlar ki, belə gözəl övladlar dünyaya gətirir. Yerdəklərinə də can sağlığı arzulayıram. Çox sağ olun. Sağ ol doktor, gəldiyinizə görə. Kamilla müəllimə dedi, çıxış eləmək istəyirəm. Bir neçə kəlmə inşallah müəlliməyə söz verək. Salam, axşamınız xeyir. Elə bir gündür ki, hər kəsin ürəyinin titrədiyi, sözünün kəsildiyi və sözünü deməyə, ən qadir adam belə sözünü deməyə sıxıldığı bir məqamdır. Mən ən çox təşəkkür edirəm bunu təşkil edənlərə. Çox sağ olun. Ən çox sağ ol deyirəm Bahar qızıma. Çünki onun da zəhmətinin kənardan da olsa bilavasitə olmasa da bilvasitə mən görürdüm. Təəssüf ki, vaxt məhdudiyyətindən kömək əlimi çatdıra bilmirdim. Şəhidlik, onsuz da bu sözü o qədər işlədiklər ki, artıq biz onu tam olduğu kimi qəbul eləmişik. Bir də təşəkkür edirəm o məktəbli uşaqları hazırlayıb gətirən müəlliməyə. Mən çox təşəkkür edirəm. Sonuncu ifa mənə daha çox belə ürəyimi riqqətə gətirdi. Hamınıza sağ ol deyirəm. Bu onsuz unudulası deyil. Unudulmayacaqdır. Onu da bilmərik. Hamınıza təşəkkür edirəm. Yenə də təşəkkürüm sizədir. Sağ olun, çox sağ olun. Elşən Mahmudovun bacısı söz istədi verək. Aygün xanıma yaxınlaşsın inşallah. Hardadır? Şəhidimiz Elşənin bacısı. Ya Allah. Əfqan Yusufovun nəvəsi də şeir demək istəyir. Aygün xanım gəlsin, elə o da. Əfqan Yusufovun nəvəsi dedi, şeir demək istəyirəm. Aygün xanım sizə yaxınlaşın. Allah mələk ananda ruhun şad eləsin inşallah. Bir neçə kəlmə siz deyin, soruşaq şeir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısı nur içində yatsın.
Ne bileyim çok çətindir. Keşke burada anam sağ olaydı, anam yanımda bütün sözleri, bütün ne var, her bir şeyi çok güzel. Belki de ne bileyim, en güzel teşkil eləmisiniz. Keşke Mələk ana da bugün sağ olaydı, bunu göreydi. Bayaqdan onu deyirəm. Yani babam xətrinə bura çıxıram. Səni çox istəyirəm baba. Hem Allah bütün şəhidlərə rəhmət eləsin. Sağ ol Bahar, belə gözəl təşkil eləmisiniz. Valla ne bileyim, ne diyeyim bilmirəm. Çok söz demək olardı ama ancaq bu qədər deyə bilmirəm. Yine de nur içinde yatsınlar hamısı. Sadece bir ikicə gündə olsaydı kardeşimin ad günü olacaqdı. Elşənin ad günü olacaqdı. Yani bunların içinde en balaca Elşəndir. Mənim üçün desəz kardeşinizin neçə yaşı var? Yalnız bizə kəlmə deyərəm, 18 yaşı var qardaşımın. 18 yaşından artıq böyümədi. Mən böyüdüm, o böyümədi. Sağ olun, səbir. Cennet kokulu babamız, sen görmez işte, her eser işte. Her damla suda sen nefesini duydum. Sen bizim ebed kahramanımızsın. Aziz babamız, senin qəhrəmanlığın bizim en büyük mirasımızdır. Senin nəvən olmaqdan ve senin adını danışmaqdan qürur duyuruq. Biz senin gələcəkdə adını uca tutan ve senin yolunu devam etdirən nəvələrinik. Senin rəşadətin bizə işıq saçır ve yolumuza işıq saçır. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah bu gül balaları qorusun. Sonluğu vermək istəyirik. Həqiqətən çox təşəkkür edirik hər birinizə, əziz şəhid ailələri, uzaqdan bu məclisə gələn, xüsusilə iştirak edənlərimizə çox təşəkkür edirik. Yaxşı ki, varsınız, varımızsınız. Mən qeyd eləmək istəyirəm, Aygün xala da bayaq qeyd elədi, bizim layihəmiz 1-ci Qarabağ döyüşçülərindən birinci başladı. 92-ci ilin, 91, 90-dan azdır. 92-ci ilin şəhidlərindən başladıq. Artıq 350 nəfər şəhidin çəkilişini eləmişik. Bu Azərbaycanda heç bir bölgədə yoxdur. Mingəçevir yeganə yerdir ki, 1-ci Qarabağ aprel döyüşləri itkin olan 2-ci Qarabağ 44 günlük müharibə zamanı şəhid olan igidlərin həyatı o layihədə işıqlandırılır. Şəhər rəhbərliyinə də Sevim müəllim də buradadır. Çox təşəkkür edirik ki, bu layihənin icra olunmasında əziyyət çəkirlər. Mən o nömrələri bilmirəm. Əlaqə saxlayıram. Sevim müəllim bir o ailələrlə məni tanış edir. Artıq buradakı simaların çoxsu mənim üçün əzizdir, dəyərlidir. Analarımızsınız, bacılarımızsınız. Sizlər Allah tərəfindən imtahan olunmusunuz. Kimisi həyat yoldaşına, kimisi övladına görə. Çox çətin imtahandır əzizini itirmək, əzizin əldən vermək. Amma bunun inşallah mükafatı sizə təqdim olunanda Allah tərəfindən, Allah onun əvəzində o səbrinizin sizə mükafatını verəndə onda çox sevinəsiniz. İnşallah şəhidlərimiz şəfaət əhlidirlər, hədislərdə də var. Biz ümidvarıq ki, inşallah o bulaq açılışlarını elədiyimiz şəhidlərimiz, o çəkilişlərini elədiyimiz şəhidlərimiz, o məzarı yanında dayanıb dərdləşdiyiniz o şəhidlərimiz qiyamət günü bizim əlimizdən tutsunlar, bizə şəfaət eləsinlər, onlarla bir görüş olsun. Biz onlarla görüşək, onlarla ünsiyyətdə olaq. Onlarla hər zaman fəxr eləmişik, başımızı uca eləyiblər və yaxud da qeyd elədilər, qəbirləri ziyarətdir. Həqiqətən, ora bizim üçün ocaqdır, ora bizim üçün müqəddəs bir məkandır. Ruhumuzun aram tapdığı bir hissədir. Bir daha olmasın. Şəhid gəlsin, amma itkin şəhidlərimiz gəlsin. Ay Şəfaqət ana. Şəhidlərimiz gəlsin, amma o tapılmayan, o gözü yollarda qalan, itkinli gözləyənlərimiz inşallah sevinsinlər. Bir daha hər birinizə təşəkkür edirəm. Bu gənclərimiz ki, könüllüdülər. Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin tələbələridir. Mən xahiş eləmişdim ki, gəlsinlər, burada könüllü iştirak eləsinlər. Onlar hər biri burada canı könüldən iştirak edir. İmran qardaşımız
təmənnasız, onu siz neçə illərdir şəhid ailələri tanıyır ki, haçan yığmışıq, xahiş eləmişik gəlib burada iştirak edib. Bayaq da qeyd olundu, hər kim ki burada ustası, nə bilim, ehsanının təşkilində, kimlər ki, xüsusilə bugün Şahilə xanımın ora pullar qoyub, o şəhidimizin pullarıdır. Dedi ki, o pullardan da danış, mən bayaq unutdum. Və Bahar xanım, xüsusilə sizlər çox əziyyət çəkdiniz. Allah inşallah qəbul eləsin. Xoş günlərdə görüşək. Allah xalqımıza xoş günlər qismət eləsin. Rəbbim inşallah bugün şəhid evlərində şəhidlərimizin adını daşıyan uşaqlar olur. Nəvələri var. Heç bəzən adını daşımasa da nəvələri var. Allahdan o uşaqlara bərəkətli ömürlər arzu edirik. Müharibə görməsinlər. Necə ki, indi belə deyək, yaxşı vəziyyətdədir halımız, elə bu vəziyyətdə də davam eləsin. Əziyyətinizi hallayın, həqiqətən sizlərin haqqı ödənməz, çox çətin dönəm yaşamısınız. Bu bir daha qeyd edirəm. Bura müvəqqəti dünyadır, sonluğu onunla vermək istəyirəm. Hər birimiz biz inanclıyıq, Allaha inanırıq, əlhamdülillah ki, müsəlmanıq. Bilirik ki, müvəqqəti ayrılıqdır bu. Bir gün Rəbbimiz inşallah ahirətdə, inşallah sevdiklərimizlə, əzizlərimizlə, xüsusilə o şəhidlərimizlə inşallah bizi görüşdürər. Allah onların ruhunu bizə duası qərar versin. Allah hər birinizdən razı olsun. Ehsan mərasimimiz təşkil olunub şəhidlərimizin adına. İnşallah orada da iştirak edərsiniz. Allah hər birinizdən razı olsun. Şəhid ailələri ilə bura cəm olarlar, bir bulağın qarşısında bir xatirə şəkili çəkilsin sonda. Ya Allah. Şəhid anaları, şəhid ailələri fərqi yoxdur, hamınız gəlin. Uşaqlar, bir neçə stol qoyun, inşallah əyləşərsinlər, ayaq üstə dura bilməyənlər. Ana, son olarak.